Salam, hər birinizi xoş gördük. Bugün Dövlət İmtahan Mərkəzinin 2025-ci ildə elan etdiyi mövzulardan biri olan Versa-Washington sistemi mövzusuna baxacağıq. Ən yeni dövrü əhatə edir və ən yeni dövrdə 7 başlıqda mövzu verilib. Həmin mövzulardan birincisi Versa-Washington sistemidir. Kanalımıza abunə olub like eləsəz, növbəti başlıqlar üzrə də mövzular gələcək. İndi isə baxaq Versa-Washington sisteminə. İlk öncə xəritəyə baxaq, xəritəyə fikir verin. Bu xəritəni telefonunuzun yaddaşında saxlayın, sizə çox kömək olacaq. Virtual Washington sistemindən xəritə sualı da düşə bilər və onu rahat işləmək üçün bu xəritəni yaxşı bilmək lazımdır. Çexoslovakiya, Yugoslaviya, Avstriya, Macarıstanın yerlərini xüsusilə uşaqlar qarışdırır. Bolqarıstan, Yunanistan və digər ərazilər. Deməli, baxaq ümumiyyətlə Versal Washington sistemində necə hansı başlıqlar verilmişdi? Özünün də başlıqları vardı. Paris Sülh Konfransı, Versal sistemi, Versal müqaviləsi, Saint-Germain müqaviləsi, Ney, Trianon, Sever müqavilələri, qaliblərin sülhü, ziddiyyətlər və cəzalandırıcı sülh, Millətlər Cəmiyyəti və mandat sistemi və Washington konfransı verilmişdi. Fikir versəz hər başlığı da ayrı-ayrı yazmışıq ki, sizə rahat olsun və rahat şəkildə mövzunu mənimsəyə biləsiniz. Gəlin baxaq birinci başlığa, Paris konfransına. Paris konfransı əslində qaliblərin sülhü idi. Onlar təklif edirdilər ki, konfrans keçirilsin və bu məğlub dövlətlərlə müqavilə imzalansın. Bu qalib dövlətlərin siyasəti idi. Təbii ki, Birinci Dünya müharibəsi başa çatandan sonra qalib dövlətlər dövlətlərarası münasibətləri yeni qaydaya salmaq üçün sülh konfransı keçirməyə qərar verirlər və onun adı da Paris Sülh Konfransı idi. 1919-un yanvarında çağırılmışdı. Konfransda yalnız qalib və bir tərəf ölkələr təmsil olunurdu. Müharibə başa çatmamış Almaniya və müttəfiqləri ilə sülh bağlayan Rusiya isə konfransa dəvət edilməmişdi. Sülh müqavilələri bağlanacaq sülh müqavilələri ABŞ prezidenti Wilsonun 14 maddə prinsipinə əsaslanmalı idi. O maddə prinsipində ən önəmli məqamlardan biri xalqların öz müqəddəratını təyin etmək prinsipinə əsaslanmalı idi. Parisin konfransının nəticəsi nə oldu? Avropa və Yaxın Şərqdə sərhədlər dəyişdi. Almaniya, Avstriya, Macarıstan, Osmanlı və Rusiya imperiyası 4 imperiya dağıldı. Avstriya Macarıstanın dağılması nəticəsində yeni dövlətlər Çexoslovakiya və Serb, Xorvet, Slovan krallıqları, yəni Yugoslaviya yarandı. Məsələn, xəritədə baxsaz, görərsiniz ki, Çexoslovakiya buradadır, Yugoslaviya da buradadır. Avstriya Macarıstan dağılandan sonra, imperiyası dağılandan sonra Çexoslovakiya və Serb, Xorvet, Sloven krallıqları, yəni Yugoslaviya yarandı. Daha sonra Versal müqaviləsinə baxaq. Versal müqaviləsi Almaniya ilə bağlanmış ilk müqavilə idi. Burada ilk hissə, müqavilənin ilk hissəsi, əslində bu müqavilə ultimatum şəklində verilmişdi. İlk hissə sərhədlər məsələsi idi. Saar bölgəsi Fransaya verilməli və 15 ildən sonra həmin bölgədə səsvermə keçirməli və onun kimdə olması müəyyən olunmalı idi. Poznan və Qərbi Prusiya Polşaya verilməli idi. Polşanın ərazisinə burada baxaq. Deməli, İspaniya, Fransa, Almaniya, Polşa. Bax, ardıcıldır. Almaniyanın üst hissəsi Polşadır. Daha sonra davam eləyək. Almaniya Avstriya ilə birləşməməyi öhdəsindən götürür və bütün müstəmləkələrini itirirdi. Almaniyada məcburi hərbi xidmət ləğv edilir, donanma məhdudlaşır və Reyn çayı boyunca Almaniya qoşun saxlaya bilməzdi. Almaniya müharibədə təqsirkar olduğunu qəbul etməli, yəni etiraf etməli və təzminat ödəməli idi. Tək Almaniya ilə müqavilə bağlanmayıb, Versal Almaniya ilə bağlansa da digər dövlətlərlə müqavilə imzalanıb, Saint-Germain müqaviləsi imzalanıb Avstriya ilə, Ney müqaviləsi imzalanıb Bolqarıstanla, Trianon müqaviləsi imzalanıb Macarıstanla. Bir də Sever müqaviləsi var. Sever müqaviləsi də imzalanıb Osmanlı ilə. Gəlin xəritədə onlara baxaq. Deməli, baxın, Saint-Germain Avstriya ilə imzalanmış müqavilə idi. Bolqarıstanla Ney müqaviləsi imzalanıb, bir də Trianon müqaviləsi Macarıstanla imzalanmışdı.
Macarıstan imzalanmışdı. Bir də Sever müqaviləsi Türkiyə ilə imzalanmışdı. Bax, xəritədə yerlərin bilməsi. Avstriya, Avstriya ilə Saint-Germain, Bolqarıstanla Ney, Macarıstanla Trianon və Osmanlı ilə Sever müqaviləsi imzalanmışdı. Müharibədə məğlub dövlətlər idi. Bu müqavilələrin ümumi ən ağırı Sever müqaviləsi idi. Sever müqaviləsinə görə Osmanlı dövləti İngiltərə, Fransa, İtaliya və Yunanistan arasında bölüşdürülməli idi. Həmin dövrdə Türkiyədə Mustafa Kemal Atatürkün başçılıqla İstiqlal müharibəsi başlayır. Deməli, ümumi nəticəsi nə idi? Hər müqavilənin, bu 4 müqavilənin, hətta 5 müqavilənin ərazilərin bir hissəsi, ərazilərin bir qismini qonşu dövlətlərə verməli və hərbi qüvvələrini məhdudlaşdırmalı və təzminat ödəməlidirlər. Hər birində bu məsələlər qeyd olunurdu. Deməli, digər bir başlıq verilib ziddiyyətlər və cəzalandırıcı sülh. Ziddiyyətlər və cəzalandırıcı sülh hissəsində deməli ABŞ istəmirdi Almaniyanı tamamilə çökdürmək. Ona görə Versal müqaviləsini ratifikasiya etmir və Millətlər Cəmiyyətindən kənarda qalır. Həmin dövrdə deməli Millətlər Cəmiyyəti və mandat sistemi tətbiq edilmişdi cəzalandırıcı sülh hissəsində. Mandat sisteminə baxaq biz. Mandat sistemi Almaniya müstəmləkələri və Osmanlının Orta Şərqdəki ərəb torpaqlarını yəni ərəb torpaqlarını o qalib dövlətlərə verməliydilər. Bu, hətta müharibə dövründə ərəblərə demişlər, siz Osmanlıya qarşı müharibə aparın, lakin ona verilən vəd əməl olunmadı. İngiltərəyə deməli mandat sisteminə görə İraq və Misir verilməli idi. Fransaya Suriya verilməli idi. Belçikaya da ərazi verilməli idi. Yaponiyada Çinin bir hissəsi və Koreyaya verilməli idi mandat sisteminə görə. Yəni İngiltərə və onun dominyanları Fransa, Belçika və Yaponiyanın xeyrinə həll edilməli idi bütün bu məsələlər. İngiltərə, Fransa, Belçika və Yaponiyanın xeyrinə həll edilməli idi. Ümumiyyətlə, 3 dənə kateqoriya müəyyən olunurdu. A, B, C kateqoriyaları müəyyən olunurdu. A, B kateqoriyasına daxil olan ölkələrə müstəqilliyə hazırlanmalı idi. C kateqoriyasına daxil olan ərazilər isə mandat sahibi ölkələrin mülkü idi. Washington konfransına baxaq. Washington konfransı da 1921-22-ci illərdə keçirilmişdir. Keçirilməsinə məqsəd nə idi? Yaxın Şərqdə məsələlər həll olundu, Avropada yaxşı şəkildə. İndi isə Uzaq Şərq və Sakit Okeandakı münasibətləri tənzimləmək üçün Versal Washington sistemi çağırılmışdı. Versal Washington sistemi çağırılmışdı. Deməli, ABŞ, İngiltərə, Fransa və Yaponiya arasında 4 dövlət müqaviləsi bağlanır konfransın gedişində. Müqavilə Sakit Okeanda mülklərin tanınmasını nəzərdə tuturdu. Müqavilənin şərtlərinə əsasən Çinin müstəqilliyi tanındı. Sənaye və ticarətdə bərabər imkanlar yaradıldı. Bu da ABŞ-ın açıq qapı siyasətinin həyata keçirilməsi demək idi. Nəticəsi nə olur bu Washington konfransının? Yaponiyanın Sakit Okeanda fəaliyyəti məhdudlaşdırıldı. İngiltərə dəniz üstünlüyünü ABŞ-la bölüşdürdü. Müqavilənin şərtlərində idi daha doğrusu bu konfransın gedişində. Qeyd hissəsinə baxırıq. Konfransın özünün ümumi nəticəsi Yaponiyanı narazı salır. ABŞ-a qarşı qısasçılığın başlanğıcı qoyulurdu. Versal Washington sistemi dünyada mövcud olan siyasi iqtisadi problemləri tamamilə və ədalətli həll edə bilmədi.